kişi bacı, 5 kardeş olmuşuq. Onlar rəhmətə gedib, Allah rəhmət eləsinlər, bir mən qalmışam. O vaxt insanlar çox mehribandılar, çox, həddindən artıq mehribandılar. İndi yox. Fındıqanla Xalancdan gələnlər üçün internet açmışlar. İnternetdə qalırdılar, 6-cı gün gedirdilər evə. Xızıda oxuyub məktəbi qurtarmışam, traktorist olmuşam mən. Hani zavxozda işləmişəm. Birinci traktoru mən gətirmişəm Xızıya. Heç kimdə yox idi. Dəyişməyə çox şey var. Dəyişməyə çox şey var. Uşaq vaxtı, məsəl üçün, biz görərdik ki, böyük kişilər oturub məscid dibində. Biz kəndi içinə çıxmazdıq. İndi atanın yanında bala sigaret çəkir. Bala atadan sigaret istəyir, ata baladan. Mən Yusuf Şahin Ələsgəroğlu 1950-ci ildə Xızı rayonunda Xızı kəndində anadan olmuşam. Atam da, anam da Xızılıdır. Ailədə 7 nəfər olub. Kişi bacı, 5 qardaş olmuşuq. Onlar rəhmətə gedib, Allah rəhmət eləsinlər, bir mən qalmışam. Atam da kətçi olub da, kənd təsərrüfatı ilə məşğul olub. O çalışıb ki, hər şey yaxşı olsun. 60-cı illərdə kənddə uşaqlar məktəbi qurtarırdı, bekar qalırdılar. Xızıda heç nə yox idi. Rəhmətli Qeybullah müəllim direktor idi zavxozda. Ondan xahiş elədi ki, Xızıda bir dənə tevlətik, qoy cəmaat məktəbi qurtaranda məşğul olsun. O sözün yerə salmadı. Hələ 62-ci ildə bir dənə tövlət tikdi Xızıda. İnandırım səni, onu ustaların da elə Baxşildən getirdi. Prorabını da Baxşildən getirdi. Heç 2 ay çəkmədi, tövləni tikdilər, təhvil verdilər. Onun daşı Xızı uşaqları daşıydı. Hələ Ağlı, Abbasqulu, qardaşım Vaqif, Kirki ilə daşıyırdılar. Onda heç texnika yox idi. Bir də sepli idi, kusnisi deyirlər də. Kirkiyə qalırdılar, daşıyırdılar ora, ferma tikmək üçün. Çox əziyyətli olub. Ancaq ferma sonra 67-ci ildə mal gəldi, cəmaat başladı, orada da qədər adam işlədi. Sağcı işlədi, mala baxan işlədi, yaxşı oldu. Ondan sonra. Ancaq atam görmədi onu. Atam 66-cı ildə rəhmətə getdi, onu görmədi. O vaxt Xızıda adam gür idi. Adam çox idi. İndi kim var, heç kim yoxdur. Çıxırsan barda, heç kim görmürsən. Gediş-gəliş var idi. Ona görə fərq çoxdur. Hələ cəmaatın özündə də fərqlıq var. O vaxt insanlar çox mehribandılar. Çox, həddindən artıq mehribandılar. İndi yox. Biz məktəbdə oxuyanda 5-ci sinifə Tıxıldan gəlirdilər, Fındıqandan gəlirdilər, Xalancdan gəlirdilər. Bir yerdə oxuyurduq. Ancaq burada o Fındıqanla Xalancdan gələnlər üçün internet açmışlar. İnternetdə qalırdılar, 6-cı gün gedirdilər evə. Təzədən 1-ci gün gəlirdilər, 5 günü qalırdılar. Elə vaxt olurdu ki, çoğun olurdu qışda. Heç tıxılı uşaqlar da gedə bilmirdi. Biz özümüz hərəmiz 2 nəfər, 3 nəfəri gətirib evdə saxlayırdı bir gecə ki, çoğunda getməsinlər. Belə günlər olub. Ancaq oğlanlar gəlirdi Xalancdan, Fındıqandan. Babaxan idi, Ənvər Paşa idi, Cəfərqulu idi, Həsən idi, Xalancdan gəlirdi. Fındıqandan Afral gəlirdi, bir də Ələsgərin qardaşı İsa. Onlar gəlirdi. Onlar əvvəl, indi məktəbin qabağında bina Əl-Abbas rəhmətlik oturmuşdu ya. Orada qalırdılar internat. Sonra ki o ləğv elədilər, keçdi məktəbin altında Padvalda 5-ci sinif otağı vardı.
Orada elədilər. Kravat qoymuşdular, peçinəcən, hər şeyinəcən. Xorakin pişirən də var idi, xorakların pişirən də var idi. Qalırdılar. Formayacaq məktəbə verirdilər, formayacaq. Forma verirdilər məktəbə. Pulsuz. Bütün uşaqlara forma verirdilər. Buradakı yəni yerli müəllim Nurla müəllim idi, Allah rəhmət eləsin. Həm direktor işlədi axırda. Yerli müəllim belə bizim dövrümüzdə yerli müəllim bir dənə Nurla müəllim idi. Bizim dövrümüzdə. Qalanı məsələn Xusardan vardı İkram müəllim. Sonra rus dili müəllimləri gəlirdi Bakıdan. Leyla müəllim, Mələkə müəllim. Ancaq belə yerli müəllim yox idi Xızıda Çandiyə. Bizdən qabaq olub. Məndən qabaq, yəni mən 56-da getmişəm məktəbə, ondan qabaq olub. Ancaq bizim dövrümüzdə yerli müəllim bir dənə Nurla müəllim oldu. Hani Tıxılıdan uşaq çox gəlirdi, həddindən artıq çox idi. Sonra siniflər arta, hamısı gəlirdi də. 4-cü sinifi qutaran kimi hamısı Xızıya gəlməli idi. Hələ o vaxtdan məndən qabaq da hələ gəlib oxuyublar o vaxt. Xalancdan o vaxtı qızlar gəlib məndən qabaq məktəb oxumağa. Ona görə ki, onlarda 8 illik idi. 9-u, 10-u gəlib burada oxuyurdular. O köhnə məscid, köhnə. Bunu sonra tikdilər. Bina qalmışdı, üstü bağlı qalmışdı bina. Sonra dağıldı getdi. Sonra ardası 70-ci illərdə yığıldı cəmaat, tikdirdi onu. Hələ qaldı sonra, üstü açıq qaldı. Bu axırlarda başladılar yenə tikməyə onu. Yox, yəni mən onu işləyən görməmişdim. Hələ ancaq üstü örtülü idi, bağlı idi hər yer. Böyük deyə bir neçə dənə otağı vardı. Bəlkə bir 4 dənə otağı vardı. Böyük otaqlar idi. Bizim dövrümüzdə məsələn atamız məsələn Tıxılda bir yas olsaydı, gecəykən gedərdilər. İndi gündüz gedirdilər dəfnə heç. Gecə də gedirdilər cüm axşamlarda. Əl fənərləri vardı neftlə işləyən. Onu ilə tuturdular bir dənə əllərində gedirdilər. Saat 11-də, 12-də qayıdıb gəlirdilər. Belə indi hələ şey yoxdur. İndi hansı bir cavan gedir ki, bu cüm axşamıdır mən gedim Tıxılıya ya gəlim Xızıya, yoxdur. Ancaq gündüz, düzdür, gündüz gedirlər öldü hələ. Ancaq o vaxt yığılırdılar. Bir rəhmətə gedən olsaydı 40 gün o evdən gedib gələrdilər, 40 gün. Evdən əl çəkməzdilər, 40 gün gedib gələrdilər. Gündüz də gəlsəydilər, gecə də gəlirdilər. İndi yoxdur hələ. Qada, hamısı, yəni soyub, millət soyub evi. O vaxt mehribancılığı qalmıyor. Xızıda oxuyub məktəbi qurtarmışam. Traktorist olmuşam mən. Zavxozda işləmişəm. Əkində, biçində, belə işlərdə işləmişəm. Ta əskəri gedəndən sonra da gəlib elə o işdə işləmişəm. 2007-dən sonra da işləməmişəm. O vaxtda mən traktorda işləmişəm. Həmişə də qabaqcıl olmuşam. Həmişə. Kolxoz birlik deməkdir. Kolxoz birlik deməkdir. Zavxoz ancaq nə işlədin onu alırdın. Kolxozda ancaq birlik idi. Nə işlədin, nə yığıldı onu bölürdülər cəmaatı. Məsələn, taxıl əkmişsən, 50 ton, 100 ton taxıl yığılıb, onu nə qədər işçin varsa, adamın var, onu bölürdülər onların arasında. Kimə nə düşdü? Kimə 10 kisə, kimə 15 kisə cürbəcə. Onu da sonra uydurdular, yuyurdular cəmaat. Sərirdilər, qurudurdular, tuturdular kisələrə, aparıb degirmanda 5-5, 3-3 çəkib getirirdiler. Mən özüm degirmana gedib gəlmişəm. Onu çəkdirib getirmişəm mən. Xalancda degirman var. Xalancda 2 dənə degirman vardı. Biri aşağı degirman, biri yuxarı degirman. Sonra lağ oldu da nəsə işləmədi.
Gedib gecə də qalmışıq gələ vaxt olub. O sırət olub gecə də qalmışıq orada. Çəkib yola salıb bizi gəlmiş. Su degirmanı. Texnika yox idi. Eşeklə, atla, öküz ərəbəylə aparırdı buğdanı. O vaxt texnika yox idi. Heç bir dənə texnika. Ancaq zavxozda, kolxozda, sonra Qazəllibillər gəldi, biraz iş gördü bir-iki dənə. Hələ-bələ texnika yox idi. Adi bir traktor yox idi. Ancaq sepllərdi ki, şum vururdular. Başqa heç şum vururdu. Birinci traktoru mən gətirmişəm Xızıya. Heç kimdə yox idi. Onda sepli sürürdülər traktoristlər hamısı. Bafadar rəhmətli, Kamil rəhmətli. Bunlar sepli sürürdülər. Hansına dedilər ki, yox, biz getmirik. Mən də heç pravam yox idi hələ onda. Traktor sürməmişdim. Mən injiner, Hacığa rəhmətli injinerdi. Dedim, mən gedim gətirəm sənə. Dedi, doğrudan. Dedim, mən doğrudan getirəm. Getdik, düşürtdüm vaqondan. Xotladım, düşürtdüm, taxtana qoydum, vaqondan düşürtdüm, götürdüm, gəldim onu. Sonra dedi ki, məni də mayın üçüncü aparırdılar əskər. Dedi, bəs kimə verək, neyniyək? Dedim, rəhmətli babadarı çağırın bura. Çağırdılar, göstəriş verdim buna ki, bu budur. Qorxma, sürəcəksən. Hələ verdim babadara, mən çıxdım, getdim, 3 il əskəriyi çəkdim, gəldim. Gəldim ki, hələ traktorda işlədim. MTZ 52 idi o vaxtı, birinci traktor. Sonra 82'lər çıxıb, əvvəl 52 çıxıb. Gedirdim, tıxıldan sütləri götürüb gəlirdim, palçıq, yağış olurdu aprel ayı. Sütləri getirirdim idarəyə, təhvil verirdim MTZ-də. O köhnə Stalova vardı orada, köhnə Stalova. Onu düzəltmişlər, süt zavodu eləmişdilər. Orada xaladenlikdə kimi çən var idi. Baxşildən gələn sütü, tıxılıdan gələn sütü, xalən sütü, hamısı yığılırdı. Əvvəl onun yağlığını ölçüldülər. Sonra tökürdülər o çənə. Çəndən sonra maşın gəlirdi. Vururdular maşını, aparırdılar Sumqayıtıya. Aparıb orada süt zavoduna təhvil verirdilər. Belə saxlayırdılar. Sütü qalmırdı. Axşamlar da ki, hər tövlədə havuz var axı, mallar su içmək üçün, hər tövlənin qabağında. Onu suyun içine koyurdular bakları, sütleri ki xarab olmasın. Akşam sağdıqları. Səhər təzədən götürürdülər, aparırdılar. Ben avtobusu da Xızıya birinci mən getirmişim. Çobanzadə rəhmətlinin dövründə. O direktör idi. O getdi, mən onda injiner işləyirdim. Getdi Xırdalana, xəbər yolladı ki, gəl avtobus var, onu aparmalıyıq, çıxartmalıyıq oradan. Onda Abbas da Qazəlli sürürdü, Həsən Bələ müəllimin oğlu. O ilə getdik Xırdalana, avtobusu çıxartdı, getirdik. Getirdim, gəldim həyətinə, müdürün. Dedi ki, Abbas'a veririk, götürür Abbas. Abbas götürmədi, sonra rəhmətli Hacı Babaya verdi. Onu da götürmüşdü ki, fındığanın uşaqlarını xalanca daşıyıb aparsın, getirsin. Ona görə. Hacı Baba işlətdi avtobusu birinci dəfə. Axtarsan, o vaxtda hər şey çətin idi də. Müharibədən çıxan nətər olardı, yəni 50-ci illər. Hesab elə 60'dan sonra dirçəliş oldu biraz. 60-cı iləcən sən deyən dirçəliş yox idi. Belə də yaşayırdı zaman. Ancaq əlləndi, hər şey əlləndi. Arpa, buğda əkirdilər əllə. İnandırım, texnika yox idi onun daşısın sahədən. Harada, bəlkə bir 7-8 yerdə xırman qoymuşlar. Harada biçirdi, hələ orada da tökürdü buğdanı yerə. Sonra daşıyırdılar. Texnika yox idi. Sonra gəldi texnikalar. Nə qədər T-40 gəldi, Belarus gəldi, doldu kəndədir. Lafet yox idi bir yük daşıyasan. Ancaq öküz ərəbə iləndir. Qadınlar arpanı əllə biçirdilər. Dərz bağlayırdılar, taya qoyurdular tıxılıda. Taya qoyurdular, dögülməmiş arpanı. Sonra dövürdülər. Mənə yadıma gəlir, qadınlar muzeyin
Zəfər Muzeyinin dalında əkin əkilmişdi, arpa əkmişlər. Qadınlar, biz oraq deyirik də, oraqla dərz bağlayırdılar arpanı, bisirdilər. Və indi gözüm qabağında da. İndi eləyərlər, indi eləməzlər. İndi qayıtmaz da var. Mümkün deyil. Bu yolla gəldik. Yolun altı evimizin bu tərəfi. Bütün buğda əkilirdi. Bütün bu zonu belə. Avtobaza, üzə aşağı buğda əkilirdi. Şimdi o buğdalar. Yoxdur. Əkan yoxdur. O yadıma gəlir, heç Allahın texnikası yox idi ki, əkan buğdanı əllə səpirdilər. Arpanı əllə səpirdilər. 15-20 nəfər düzülürdü tıxlı kişiləri, tıxlı xızı kişiləri. Yan bayan arada bir-birinə aralı dayanırdılar. Arasının boyunda bir dənə kisə, buğda içində ya arpadan indi əkirdilər. Səpə-səpə gedirdilər. Bir-iki nəfər də hansınınki qutarırdı, aparıb çatdırırdı ona ki, doldursun torbasını, səpsin. Onun malını örtmək üçün o arpanın üstünü, buğdanın üstünü. Zığzaq mala var idi. Qoşurdular öküzlərlə. Fırladırdılar ki, mala onu bastır eləsin torpağın altına. O mala da oynayıraq gedəndə. Qarba ağacı kəsirdilər, yekə qarba ağacı. Bağlayırdılar malın dalına ki, mala qalxıb düşməsin. Belə əziyyətlə əkirdilər. Ancaq taxıl da olurdu da. Taxıl da, yağıntı da olurdu. Möhkəm qışlar keçirdi. İnan 69-da, 59-da bir dənə qışı olurdu. Bayra çıxdı, mümkün deyildi. Bu yol gedir də bizə tərəfə. Bu yolu bütün qar bağlayırdı. Malqara qalırdı evdə 10 gündən. 10 gündən bayra çıxdı, yox idi. Noyabrda qar yağardı, bir də aprelin 15-də yerdən qar durardı. İndi o yoxdur, ona görə su da azalır. Belə əkdiyin arpa buğda da əmələ gəlmir, ona görə çətindir indi. O vaxt, nə bilim, o vaxt başqa idi. Millət işləyirdi, dəryasına ot biçirdilər. İndi bir dənə dəryas yoxdur, heç nə tıxılıda, nə xızıda. Hamısı balaca bir şey alıblar, otları yalandan biçib tökürlər yerə. Dəryas işlətmək zarafat deyil, tər tökülürdü. Ona görə də heç xəstələnmirdilər. İndikilərə biri deyir qıçım ağrıyır, biri deyir boynum ağrıyır, doz bağlayıb, nə bilim neyini. O vaxt işləyirdilər, tər tökürdülər. İnandırım sən 15 dəryatçı, 20 dəryatçı mən görmüşəm ki, düzülürdülər zərgə ilə ot biçirdilər. O boyda qarban 56 sot yerdi. 2 günə biçirdilər onu. 2 günə. İndi heç qarbana gedən yoxdur. Batır ot gedir orada. Çay keçən deyən yerdə, qarşısının aşağı tərəfində armudluq deyən yer vardı. Armud ağacları vardı orada. Bəlkə bir 20 dənə armud ağacı vardı orada. O vaxtı rəhmətli atan baxırdı ora. Kamil əminin atası Xələk kişi də qarolçu olurdu orada. İnandırım səni, bir dənə armud olurdu oradakı. Bir dənə budağın çırpırdı, bir öküz ərəbə çıxırdı. Bir öküz ərəbə, bir dənə budağından. Elə ağac var idi ki, onu çıxmaq olmurdu çırpəsən armudun. Budağın yanından sallanırdı yerə cəmbələr. Çıxırdın budağın üstünə, budağla çıxırdın ağaca ki, sirkələyəsən armud tökülsün yerə. Belə ağaclar vardı orada. Onu öküz ərəbəni toxuyurdular vələs ağacından, qabağın, yanların. Armudu doldururduq içinə, getirirdik tıxılıda ambara boşaldırdık. Oradan cəmaata paylayırdılar sonra. Gündə bir reis armud gəlirdi oradan. Ta armud qutaranıdır. Sonra zoğallıq vardı da. Zoğal yığırdılar, getirib verirdilər. Cəmaata satırdılar, paylayırdılar. Onlar ellərdi o
müdiriyyət bilir ki, nə edirdilər. Axırı gətirib ambara verirdilər zoğalı. Zoğalı bakla, o süt baklar yoxdur, onu ilə yığırdılar. 3 bak, 4 bak getirirlər. Çətindir, hamısı çətin idi. İndi getirib satırlar, alırlar, işlədirlər və s. Ona görə tənbəlləşib millət. İndi ona görə deyirlər, sən ki, dala qayıtırmaq. Mümkündür ki, onlar dala qayıtsınlar. Onlar dala qayıtırmaq olmaz. Mümkündür ki. O vaxtlar çox əziyyət çəkib, çox. 62-ci ildə indi mədəniyyətdir. Orada motor qoydular, xızıya çəkdilər. Rəhmətli Kamil əmi baxırdı ona, Tahirin atası. O da gedib 7-də 8-də axşam yandırırdı, 12-də söndürürdü. O da 1 il 2 il işlədi. Sonra elektrik şeydən gəldi, siyazəndən. Ondan sonra işıq gəldi. 62-ci iləcən işıq olmuyor. Adi radyoları idi, məsəl üçün batareya ilə oxutdururdular. Balaca batareyalar vardı, batareya ilə oxutdururdular. O işıq yox idi. Bəlkə bir həyətdə toy olsaydı, bütün o gecə cəmaat hamısı orada gələrdi, kömək elərdi. Biri soğan çəkərdi, biri əti çəkərdi, biri əti doğrayardı. İndi o yoxdur. İndi hələ toy yəsi özü eləyir bunu. İndi hələ şey yoxdur. Kətdə də eləyən yoxdur, indi hamısı restorana gedirdi, qaçırdı. Kətdə eləmirlər. Deyirlər, əziyyətdir. Ancaq o vaxt eləyiblər. Suyun olmayan vaxtı, indi bir dənə bilağdan gəlib də su daşıyıblar, eləyiblər. Ancaq indi maşallah su da var, hər kəsin həyətinə su da gəlir də, vaxtında bıraxırlar, su gəlir. Ancaq indi görürsə kətdə toy eləmirlər. Ancaq hamısı restorana qaçır. Əziyyət istəmirlər özlərinə. Bədirnisə xala vardı Tıxılıda. Mənim yadıma gəlir ki, onu çağırırdılar. Konfet verirdilər torbada ona. Deyirdilər ki, get Tıxılı cəmaatını çağır yenə. Konfet verirdi həmin adama, toya dəvət edirdi onu. Ya gedirdi Xələnca, ya başqa yerə. Və belə çağırırdılar. Sərbayı çox vaxt rəhmətli Muğbeli çağırırdılar toya, həmbəşi. Həmbəşi Muğbeli çağırırdılar rəhmətli. O dağlı, bir var dağlı Muğbel, öbürsü Muğbel. O gəlirdi, həmbəşə qızı toylarında sərpaylı o eləyirdi. Hələ Tıxılıda da o eləyirdi çox. Dəyişməyə çox şey var. Dəyişməyə çox şey var. İndikiləri bilsən, indikilər sözə qulaq asmır axı ki, dəyişəsən də, deyəsən ki, bunu belə eləmə. Özü bildiklərini elə indikilər. Mümkün deyil. Qabaq hələ şey yox idi. Biz qabaq hörmət eləyirdik böyücə, kiçicə. İndi yoxdur o. İndi yoxdur. Bizi atamız bir çitmə də vurmayıb. Bir çitmə də. Ancaq bir dəfə hələ söz deyirdi ki, ged bunu eləbsə, biz gedməliydik. Elədik o şeyi, eyləmədik, gedməliydik. Ataya da deyənməzdi ki, yox, mən bunu eləyə bilmərəm. İndikilər hələ deyir, axı. Onu qaytarmaq olar indi. Mümkün deyil. Biz uşaq vaxtı, məsələn, biz görərdik ki, böyük kişilər oturub məscid dibində. Biz kəndi içinə çıxmazdik. Çıxırdik, evlərin dalı ilə gedirdik. Ya futbol oynardik, ya indi gizdanpos oynardik. Adam kəndi içinə biz keçməzdik heç vaxt, kişilər oturan yerdə. İndi hələ şey yoxdur. İndi məsələn, adi bir oynamaq da, indi uşaqlar nə oynayır, heç nə. İndi Xızıda vəbşə uşaq da yoxdur, bir belə. Gizdanpos oynardik, kəsaltağac oynardik, qayda oynayardik, çilədə oynayardik. Bunlar yoxdur heç bir. Sanka sürərdik.
Güdürdü ki gedib o sepli traktorlar köynəsi töküləndə onun mostundan pasiblik deyil, şarikdə çıxartardık, sanka düzəldirdik, sanka sürürdük. İndi yoxdur öyle şeyler. İndi uşaqlar başqa şeylə məşğuldur. Ancaq internet, telefon. Sən onda hatır hörmət var idi də, hatır hörmət var idi. İndi yoxdur. Yox, indi hörmət yoxdur. İndi atanın yanında bala sigaret çəkir. Bala atadan sigaret istəyir, ata baladan. Fakt elədir də. Bu internetle çok məşğul olmasınlar, telefonla məşğul olmasınlar. Heç olmasa sənət sahibi olsunlar, iş görsünlər. Nəyə lazımdır bu? Telefonda, bütün günü telefonla. Nəsiyyət odur. Öz gələcəklərini fikirləşsinlər. Gələcəklərini qursunlar ki, necə olmalıdır, necə yaşamalıdır. Bizim dövrümüzdə elə idi ki, zavodlar vardı, fabriklər vardı, iş var idi. İndi elə deyil. Çalışasan ki, bir sənət öyrənəsən, iş sahibi olasın. Çox sağ ol Murad. Allah razı olsun. Xoşuma gəldi. Sən hərdən baxıram verilişlərə, gedirsən, çəkirsən, göstərirsən, yaddaşlarda qalar. Bu yaxşı şeydir. Allah can sağlığı versin sənə. Sağ ol.